Türkiyə bir cənnətdir. Hər daşı, hər qayası, hər ağacı belə bir tarixi olan Türkiyədə yüzlərlə qədim yaşayış məskəni mövcuddur. Bugün dünya turizminin mərkəzinə çevrilən qardaş Türkiyədə də məhz turistlər qədim yaşayış məskənlərini ziyarət edir. Bunun müxtəlif səbəbləri var. Türkiyəyə səfər edən turistlər ölkənin dörd bir yanından olan bu qədim yaşayış məskənləri haqqında öz təəssüratlarını paylaşırlar. Hər il Türkiyəyə yaxın edən turistlərin sayı durmadan artır. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antika kəndlərə səfər edən turistlər maraqlı araya düşdüklərini etiraf edirlər. Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər. Məşhur səyyah və yazıçı Marco Polo yazılarında Türkiyəni kəşf edilməmiş cənnət adlandırırdı. Başqa bir məşhur səyyah Frederick Parat isə Türkiyəni gəzdikdən sonra buranı axirətdəki cənnət olaraq qeyd edib. Bu torpaqlarda olmamısınızsa, deməli bu dünyada yaşamamısınız deyə səyyah qeyd edir. Bugünkü yazımızda məhz dünyanın cənnəti adlandırılan Türkiyənin ən qədim və gözəl insan yaşayış məskənləri ilə sizi tanış edəcəyik. Olimpos antik şəhəri Antalya nə zaman inşa edildiyi bilinməsə də, eramızdan əvvəl 167-168-ci illərdə zərb edilən Likya İttifaqı sikkələrində adı keçən Olimpos, Likya birliyində 3 səs hüququ olan 6 şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülmüşdür. Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı kanalla bağlanmış, onun hər iki tərəfi dayaq kimi istifadə edilmiş və körpü ilə bir-birinə bağlanmışdır. Bugün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım Akropolda son dövrlərə aid tikili xarabalıqları vardır. Çayın cənub sahilində ellinistik təməli və Roma təməli kiçik teatr çox bərbad vəziyyətdə olsa da, girişin bir tərəfi yaxşı qorunub saxlanılmışdır. Patara antik şəhər Antalya. Patara antik yaşayış məskəni indiki Ovagelamış kəndində Fethiye ilə Kalkan arasında Xatos vadisinin cənub-qərb ucunda yerləşir. Likyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır. Dağın qərbindəki təpənin yamaclarında Likya tipli sarkofaqların olduğu qəbirstanlıq sahəsi yerləşir. Yazılardan aydın olur ki, şəhərin ən cənub ucunda yerləşən teatr eramızın 147-ci ilində zəlzələdən sonra yenidən tikilib. Şəhərin digər xarabalıqlarına Vespasian hamamları, Korinf məbədi, əsas küçə, liman və taxıl anbarı daxildir. Permagon antik şəhəri İzmir. Dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Permagon antik yaşayış məskəni Qala dağının zirvəsində yerləşir. Qədim Pergamon şəhəri monumental memarlığı ilə ellinistik dövr şəhər planlamasının ən yaxşı nümunələrindən birini təmsil edir. Afina məbədi, Trayan məbədi, ellinistik dövrün ən sıldırım teatr quruluşu, kitabxana, Heron, Zevs qurbangahı, Dionis məbədi, Agora və gimnaziya quruluşları bu planlamanın ən görkəmli nümunələrindəndir. Ellinistik Pergam krallığının paytaxtı olan şəhər eyni zamanda əhəmiyyətli bir təhsil mərkəzi olması haqqında tarixi məlumatlar var. Pergia antik şəhəri Antalya. Pergia antik şəhəri tarixdə Parha adı ilə tanınıb. Tarixi bilgilərə görə Xetlər dövründə mövcud olduğu güman edilən şəhər Roma dövründə Anadolunun ən nizamlı şəhərlərindən biri olub. Memarlığı və mərmər heykəltaraşlığı ilə məşğul olan qədim şəhərdə aparılan qazıntılar zamanı ortaya çıxan heykəllər Antalya muzeyinin ən əhəmiyyətli heykəltaraşlıq muzeylərindən birinə çevirib. Perginin şəhər planının əsasının biri şərq-qərb, digəri isə şimal-cənub istiqamətində uzanan iki əsas küçə təşkil edir. 15 min tamaşaçı tutumuna malik olan teatr çox yaxşı qorunub saxlanılıb. Oturma yerləri ilə üzbəüz nəfis şəkildə bəzədilmiş 2 mərtəbəli səhnə binası eramızın 2-ci əsrində tikilmişdir. Şəhərin qədim dövrlərdəki əzəmətini əks etdirən digər tikililər arasında düzbucaqlı planlı agora hündür qüllələr, monumental fəvvarələr, hamamlar və sütunlu küçələr var. Paselis antik şəhəri Antalya eramızdan əvvəl 7-ci əsrdə Rodoslu kolonistlər tərəfindən inşa edildiyi qeyd edilən Paselis antik şəhəri bugün Antalya kəməri yaxınlığında yerləşir. Bəzən Likya, bəzən də Pamfiliya bölgəsinin şəhəri kimi göstərilən böyük liman olan şəhər əslində hər iki bölgənin sərhədləri arasında yerləşirdi. Bugünə qədər gəlib çatan xarabalıqlar daha çox Roma və Bizans dövrlərinə aiddir. Bunlar şəhərin əsas oxunu təşkil edən və şimal-cənub limanlarını birləşdirən əsas küçənin hər iki tərəfində düzülüb. Agora ilə teatr arasında genişlənir və kiçik bir meydan əmələ gətirir. Meydanın cənub-şərq küncündəki pilləkənlər teatra və Akropola çıxışı təmin edir. Şəhər teatrı tipik kiçik ölçülü hellenistik dövr teatrıdır. Şimal limanının arxasında Yamaç şəhərin qəbirstanlıq ərazisidir. Bugünə qədər gəlib çatmış ən monumental tikintili su kəmərləridir. Şəhərin digər iki mühüm xarabalığı şəhər meydanındakı biri kiçik, digəri böyük iki hamamın xarabalıqlarıdır. Priyene antik şəhəri Aydın. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Priyene, Sökə mahalının 15 kilometr cənub-qərbində Samsun dağının cənub yamaclarında qurulmuş əhəmiyyətli qədim şəhərlərdən biridir. 370 metr hündürlükdə sıldırım qaya üzərində tikilməsi şəhərə hücumlara qarşı müdafiədə üstünlük verirdi. Priyene haqqında ilk məlumata qədim mənbələrdə eramızdan əvvəl 7-ci əsrin ortalarında rast gəlinir. Afina məbədi şəhərin ən qədim və ən möhtəşəm məbədidir. Bu məbəd eramızdan əvvəl 4-2-ci əsrlər arasında dünyanın 7 möcüzəsindən biri olan Bodrumdakı Halikarnas məqrəbəsinin memarı olan dünyaca məşhur Pifi tərəfindən tikilmişdir. Gələn yazımızda Türkiyənin digər qədim yaşayış məskənləri ilə sizi tanış edəcəyik. Belə bir atalar məsəli var. 100 eşitməkdənsə bir görmək yaxşıdır. Siz də yolunuzu Türkiyəyə salsanız, bu
qədim yaşayış məskənlərini ziyarət etməklə özünüzü tarixin ağuşunda hiss edəcəksiniz. Rəna Rövşənqızı, Bölgə TV.